116 nəfər bir gecədə yox oldular. Nə cəsəd vardı, nə də qan. Sadəcə ağacın üzərində bir söz yazılmışdı. Kratoan. ...1585-ci ilin aprelində Britaniyanın ilk mühacir qrupu Roanoke adasına göndərildi. Bu mühacir qrupu yalnız kişilərdən ibarət idi. Qrupun sədri Sir Richard Grenville idi. İlk immigrantların əksəriyyəti Britaniyanın İrlandiya ilə müharibəsində xidmət etmiş veteranlar idi. Apreldə yola düşən ilk qrup iyulun sonunda Amerika sahillərinə çatdı. Amerikaya gələn immigrantlar yerli əhalinin təzyiqləri ilə qarşılaşdılar. Sir Grenville 1586-cı ilin aprelində daha çox insan və yeməklə geri dönəcəyini vəd edərək təxminən 75 nəfərdən ibarət qrupuna Roanoke adasının şimal ucunda Britaniya koloniyası qurmaq missiyasını tapşıraraq ayrıldı. Amma Amerikada ilk koloniya qurmaq üçün ayrılan mühacirlərin yerlilərlə problemi davam edirdi. Digər tərəfdən onlar da ərzaq qıtlığından əziyyət çəkirdilər. Sir Grenville isə təyin olunmuş vaxtda geri qayıtmadı. Mühacirlər bütün bunları bəhanə edərək Amerikanı tərk etdilər. 1587-ci il 116 nəfər Amerika torpaqlarında yeni həyat qurmaq üçün İngiltərədən yola çıxır. Onlar Roanoke adasında yerləşirlər. İlk baxışda hər şey normal görünür. Torpaq zəngin, su təmiz, hava təmiz. Amma bu adada bir qəribəlik vardı. Sağ qalmağın çətin şərtlərinə görə koloniyanın rəhbəri John White təchizat üçün İngiltərəyə getməli olur. Ancaq İngiltərə İspan müharibəsi səbəbindən yalnız 3 il sonra geri qayıda bilir. White Roanoke qaydanda koloniyanın boş olduğunu görür. Yeməklər masanın üzərində, yollar süpürülməmiş, döyüş izi yox, insan izi yoxdur. Sanki hər kəs bir gecədə bu dünyadan silinib. Amma tək bir işarə qalıb. Bir ağacın üzərində yazılmış tək söz. Kratoan. Kim yazmışdı? Niyə yazmışdı? İnsanlar hara getmişdi? Tarixçilər bunu açıqlaya bilmir. Bəziləri deyir, onları qətl edib, yox ediblər. Bəziləri deyir, onlar başqa dünyaya keçib. Bir çoxları isə inanır ki, bu qəsdən gizlədilən sirdir. Qubernator White İngiltərəyə gedərkən razılaşmaya görə çətin günlər gələrsə kolonistlər qitənin dərinliklərinə getməli, ancaq yollarını ağacların arasından oymalıydılar. Sanki kimsə onları sürətli buradan çıxarıb. Amma necə? Bu tarixdə ən böyük gizli sirlərdən biridir. Bəziləri deyir ki, Kratoan bir qəbilə adı idi. White heç nə edə bilmədiyi üçün adanı tərk etmək məcburiyyətində qaldı. Kolonistlərin yoxa çıxmasını ilk kəşf edən White gördüyü hər şeyi bir məktubda təsvir etdi. White məktubunda yazırdı: 1585-ci il koloniyasında olduğu kimi yerdə qalan sümük də yox idi. Onların evi dağıdılmış və ya yandırılmışdı. İllər, hətta əsrlər keçdi. Ancaq itirilmiş koloniyanın izi tapılmadı. 116 qadın, uşaq və kişi mühacir müəmmalı şəkildə yoxa çıxmışdı. Arxeoloq Lawrence Steger immigrantların yerli Amerikalı adam yeyənlər tərəfindən yeyilmiş ola biləcəyini irəli sürüb. Digər tərəfdən başqa bir iddia isə Roanoke'da məskunlaşanların Floridada sahildən bir qədər aşağıda məskunlaşan İspanların qurbanı olmasıdır. İspanların daha əvvəl bir Fransız koloniyasını məhv etdikləri məlum idi. Bu mövzuda müxtəlif araşdırmalar olsa da koloniyanın yoxa çıxması bu gün də sir olaraq qalır.